Salam əziz abituriyentlər, bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 9-cu izahına baxırıq. Birinci sualdan başlayaq. Kütləsi 4 kiloqram olan cismin həcminin 4də 3 hissəsinə qədər bataraq suda üzür. Cismə təsirin Arximet qüvvəsinin qiymətini hesablayaq. Deməli, Arximet qüvvəsi üzür şərtinə görə, yəni üzmə şərtinə görə üzür sözü varsa, ağırlıq qüvvəsi ilə tarazlaşıb, yəni bir-birinə bərabər. F Arximet bərabərdir mg. Onda 4 kiloqramlıq cisim 4 40 Newton. Yəni 40 Newtona bərabər olar A variantı. Üzmə şərtlərində əgər daxilində üzür, səthində üzür, müəyyən hissəsi bataraq üzürsə, ağırlıq qüvvəsi Arximet qüvvəsinə bərabərdir. 2. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan elektronun sürətinin moduluna zaman asılılığına uyğundur? Elektron sahə istiqamətində hərəkət edirsə, yavaş-yan hərəkət edir. Çünki sahə istiqaməti mənfiyə doğrudur. Müsbətdən başlayıb mənfiyə doğru yönəlir. Və hərəkət yavaş-yan olur. B variantı. 3. İstilik vermənin hansı növündə maddə daşınması baş verir? İstilik vermənin 3 növü var idi. İstilik keçirmə, konveksiya, şüalanma. İstilik keçirmə maddənin qızmış hissəsindən soyuq hissəsinə temperaturun ötürülməsi ilə burada maddə daşınması baş vermirdi. Konveksiyada maye və qaz axını vasitəsilə temperatur enerjinin daşınması idi, istilik miqdarının daşınması idi. Şüalanma isə elektromaqnet dalğalar vasitəsilə enerjinin daşınması idi. Yəni burada maddə və qaz axını vasitəsilə olan konveksiyadır, yəni maddə daşınır. E variantı olar. 4. Koordinatı, sürət və təcil istiqaməti verilmiş maddi nöqtənin hərəkət tənliyi müəyyən. Hərəkət tənliyi x bərabərdir x0 plus minus v0t plus minus at kvadratı bölə 2. Bizim ümumi tənliyimiz budur. Yəni, indi baxaq, burada x0-ın da qiyməti mənfi müsbət ola bilər. x0-ımızın qiyməti 0-dan x ox istiqaməti müsbət. X bərabərdir x0 plus. Sürət x ox istiqamətindədir, müsbətdir. v0t. İndi burada təcil mənfidir. Ona görə minus at kvadratı bölə 2. Cavab E variantı olur. 5. Çevrə üzrə hərəkət edən maddi nöqtənin bucaq sürətinin zamanı asılı qrafik verilmişdir. 4 saniyə müddətində dönmə bucağının qiymətini hesablayın. Omeqanın düsturunda dönmə bucağını deməli, omega bərabərdir pi bölək t. Bucaq sürətinin fi də bərabərdir omega t. Ancaq burada 0-dan başlayaq artır. Yəni, fi bərabərdir 2-də 1 omega t. Bu da bərabərdir 2-də 1 vuraq 20 vuraq 4. Cavab 40 radian olur. Fiqurun altında qalan sahə ilə hesabladıq. 6. Karbon qazı üçün böhran temperaturu 31 Selsidir. Hansı temperatura bu qazı mayeyə çevirmək mümkün deyil? Deməli, temperaturlarımız variantlarda Kelvindən verilib. T Kelvin bərabərdir T Selsi plus 273. Buradan T Kelvin bərabərdir. Böhran temperaturunu tapsaq 31 plus 273. Bu da bərabərdir 304 Kelvin. Deməli, 304 Kelvin və ondan yuxarı. Burada da bir variant C. 310 Kelvin. Digərləri 304-dən aşağı. 7. Kondensatorlar bataryası ümumi tutumunu hesablayın. Ümumi tutumu hesablamaq üçün S-nin də bütün hamısı bərabərdir 30-a. S1, S2-yə paraleldir. 30, 30 belə 2, 15. Daha doğrusu 60. Yox, S1 plus S2, 60. 60 ilə 30 bir-birinə ardıcıldır. Yəni, 60 vuraq 30 bölək 90. Bu da 20 mikrofarad. Yuxarıda ümumi tutumumuz 20 mikrofaraddır. Aşağıda S3 30 mikrofarad və 20 mikrofaradla 30 mikrofarad bir-birinə paralel toplanır. Yekunda 50 mikrofarad. Kondensatorlar paralel birləşəndə toplanır. S paraleli bərabər S1 plus S2. S ardıcıl bərabərdir. Deməli, S ardıcıl bərabərdir. S1 vuraq S2.
C1 plus C2. 8. Kütlələri M1 4 kiloqram, M2 3 kiloqram olan, M3 və M3 1 kiloqram olan cisimlər 40 Newton qüvvənin təsiri ilə sürtünməsiz hərəkət etdirilir. Birinci cismin ikinci cismə təsir etdiyi qüvvənin hesablanan sistemdə sürtünmə yoxdursa, ümumi təcili hesablayaq. A bərabərdir F əvəzləyici bölək M sistem bütün kütlələr 40 bölək 8 5 metr bölək saniyə kvadrat. Bizə M1-ə təsir göstərir. Yəni, burada təsir qüvvəsi M1A-dır. Deməli, M1A, M1-imiz 4, bölək 5, 20 Newton. Cavab A variantı olar. 9-da xarici təzyiqin hansı qiymətdən suyun qaynama temperaturu daha yüksəkdir? Suyun qaynama temperaturu xarici təsirlərdən asılıdır. Yəni, təzyiq nə qədər çox olarsa, mayeini tərk edən molekulların sayı azalacaq. Bu zaman buxarlanma azalır və qaynama temperaturu yüksəlir. Ona görə D variantı olar. Ən böyük təzyiqdə qaynama temperaturu daha yüksək olur. 10-cu sual. Volt vur saniyə kvadrat bölək metr kvadratı. Biz burada voltu açsaq, deməli, kiloqram vur metr kvadratı bölək kulon vur saniyə kvadratı vuraq saniyə kvadratı bölək metrin kvadratı. Metr kvadratları, saniyə kvadratları geçsin, qalır yerdə kiloqram bölək kulon. Bu da elektrokimyəvi K bərabərdir. M bölək Q. C variantı. 11. Birinci naqilin maqnit sahəsində ikinci naqilə təsir edən amper qüvvəsinin hansı istiqamətdə yönəlir? Naqillər eyni müstəvidə. Birinci naqilin yaratdığı maqnit sahəsini tapaq. Sağ yivli burğu və ya sağ əl qaydasını tətbiq eləsək, sağ tərəfə daxil olma, yəni x-lər, sol tərəfə nöqtələr. Bizim əlimizdə bu formada maqnit induksiyası şəkildən bizə doğrudur. Sol əlimizi tətbiq eləsək bura, baş barmağımız yuxarı olur. Yəni, amper qüvvəsi də yuxarı olacaq. 12. Ədədi qiymətcə vahid zamanda naqilin kəsindən keçən elektrik yükün miqdarı Q bölək T. Bu da verir bizə I cəryan şiddəti. 13. Eyni dalğanın, enə dalğanın birinci və dördüncü çökəklər arasında məsafə 18 metrdir. Deməli, birinci və dördüncü çökəklər arasında 3 dənə dalğa yerləşir. Bunu şəkil üzərində baxa bilərik. Birinci çökəklik, 2, 3, dördüncü çökəklik. Burada bir dalğa, 2 dalğa, tam dalğa və üçüncü. 3 lambda bərabərdir 18-ə, dalğa uzunluğu bərabərdir 6 metrə. V bərabərdir. Lambda nödürsə, deməli, nü də bərabərdir V bölək lambda. 24 bölək 6, 4 Hz. A variantı. Kütləsi məlum olan cismin impulsunu hansı cihazdan istifadə edib müəyyən etdirə bilərik? İmpuls P bərabərdir mv. Kütlə məlumsa bizə sürət lazımdır. Sürəti spidometrlə ölçürük. 15. Bir cisim maqnit sahəsinə perpendikulyar istiqamət daxil olan yüklü zərrəcinin cızdığı çevrənin radiusu onun yükündən asılı qrafik hansıdır? İmpuls sabitdir. Radius R bərabərdir. MV bölək QB ifadəsindən MV impulsdur, P bölək QB. İmpulsun sabit qiymətinə Q ilə tərs asılıdır. C variantı olacaq. 16. Euler-Venn diaqramının hissələrinə uyğun ifadələri müəyyən edin. Sürtünmə misalı skalyar kəmiyyətdir, 1 getdi də bura. Vektorial kəmiyyətdir, sürtünmə qüvvəsi. Təzyiq qüvvəsinin asılıdır, sürtünmə qüvvəsi. Deməli, 3 getdi bura. Üçüncüyə. Toxunan səthin sahəsinin asılı deyil hər ikisi. Toxunan səthin emalından asılıdır hər ikisi. Çünki sürtünmə qüvvəsi sürtünmə misalından asılıdır. Sürtünmə misalı səthin emalından asılıdır. Vahidi yoxdur, adsız kəmiyyətdir. Sürtünmə misalı 1, 6, 4, 5, 2, 3. B variantı olar.
17. Çəkiləri nəzərə alınmayan bloklarla qurulan sistem tarazlıqdadır. M yükünün kütləsi neçə kiloqramdır? Deməli, burada 400 Newton qüvvədir. İpin üzəri ilə gəlsək, burada da 400 Newton qüvvədir. İpin üzəri ilə gəlirik. Burada da 400 Newton qüvvədir. Və burada da 400 Newton qüvvədir. Deməli, bu hissəmizdə 800, 400. Ümumi mg aşağı, yuxarı 1200. 1200 bərabərdir mg-yə. M də bərabərdir 120 kiloqrama. Yəni 120 kiloqram yuxarı yönəlib, daha doğrusu 1200 Newton yuxarı, mg aşağı 120 kiloqram olur. A variantı. 18. Şəkildəki trayektoriya üzrə hərəkət edən cismin çəkilərini müqayisə edin. Hər birinin sürəti sabit V-dir. İkincinin yaratdığı birbaşa deyək mg-dir. Birinci və üçüncünün yaratdığı aşağı mg. Bunların çəkisi dayağa perpendikulyar istiqamətdə. mg-nin deməli perpendikulyar toplananı. Yəni mg kosinus alfa. Hər ikisində bucaq var, ona görə eyni bucaqlardır. Ona görə P3 ilə 1 bir-birinə bərabər. P1 bərabərdir P3-cüyə. İkinci bunlardan P2 böyükdür. Cavab olur C variantı. 19. K, L və M cisimləri şəkildə verilən mail müstəvilər üzrə yuxarıya qaldırmaq üçün ağırlıq qüvvəsinə qarşı görülən işləri müqayisə edin. Burada məsələnin şərtində verilməlidir. Cisimlərin kütlələri bərabərdir. Deməli, bərabər. Amma hündürlüklər fərqlidir. 2H, H və 2H. MGH olduğuna görə AK cismi ilə bərabərdir AM-ə. AL bunlardan kiçikdir. Cavab C variantı olur. 20. Boyle-Mariotte qanunu riyazi ifadəsi hansıdır? Boyle-Mariotte qanunu riyazi ifadəsi izotermik. T bərabərdir konstant. Buradan biz T konstantsa PV bərabərdir konstant olur. A variantı. Reostatın sürgüsünü sağa sürüşdürdükdə sarğacın maqnit seli və maqnit sahəsinin enerjisi necə dəyişir? Sağa sürüşdürdükdə aktiv hissənin uzunluğu, yəni uzunluq azalır. Uzunluq azalına görə R bərabərdir. Rho L bölü S üstünə görə R azalır. R azalırsa cərəyan şiddəti artır. Cərəyan şiddəti artır. Pi bərabərdir L idisə, Pi artır. Pi artdığına görə maqnit sahəsinin enerjisi də artır. Y variantı olur. W bərabərdir. Pi kvadratı bölü 2L. Və yaxud da L kvadratı bölü 2. Hər iki ifadəyə görə L sabitdir. Artar. 22. Rəqs konturunda kondensatorun yükünün zamandan asılı qrafik verilmişdir. Qrafikin hansı hissələrinə uyğun zamanında maqnit seli 0 olar? Maqnit sahəsini təmsil edir. Yəni, maqnit sahəsini belə deyək də, təmsil edənlər. Fi maksimum olanda maqnit sahəsi maksimum olur. Cərəyan şiddəti maksimum olanda maqnit sahəsi maksimum olur. Elektrik sahəsi Q və U maksimum olanda elektrik sahəsi maksimum olur. Deməli, Q və U-nun maksimum olduğu nöqtələr bizdə Q verilib. Q-nun maksimum olduğu nöqtələr maqnit sahəsi 0, maqnit seli 0 olar. 1, 3, 5. Şəkildə dəyişən cərəyan dövrəsində gərginliklərin UAB bölək UBS nisbətini tapın. Ümumi keçən cərəyanı tapsaq, birinci biz maksimal gərginlik verilib təsir edicini tapaq. U təsir edici bərabərdir U maksimal bölək kök altda 2. 40 kök altda 2 bölək kök altda 2. Bu da 40 volt eləyər. Cərəyan şiddətini tapsaq, I bərabərdir U bölək R. 40 bölək ümumi müqavimətimiz Z bərabərdir. İndi bu 40 bölək Z deyək. Burada Z bərabərdir kök altında R kvadratı plus XS kvadratı. R kvadratımız deməli 36 plus XS kvadratımız 64. 100 buradan çıxır 10, 10. 40 bölək
14 amper. 4 amper cəryan keçir. İndi hər biri üçün hesablayaq. Deməli, U, A, B hissəsi. Yerimiz 6-dır. Yəni, I vuraq. R. O da bərabərdir. 4 vur 6, 24 volt. U, B, C bərabərdir. I vur X. Bu da 8 vur 4, 32 volt. Ümumi AB-nin BC-yə 24 bölü 32. 4-dən 3. 24 şəkilə yaxın. Deyir ki, bizdə K nöqtəsinə düşən işığın şüasının el güzgüsündən qayıtma bucağının el güzgüsünə də düşəcək. K-dan K-ya düşür, təzədən qayıdır bu istiqamətdə və eldən bir daha qayıdır. Bura 30 dərəcədirsə bizim burada 30 dərəcədir. 90 dərəcə verilib. Bura 60. 60 isə 60. Bura bizə qayıtma bucağı 30 dərəcə. B variantı. Bir-birinə paralel qoyulmuş iki turmalin kristalının arasındakı bucağı 55 dərəcədir. Deməli, daha doğrusu bir-birinə paralel qoyulmuş iki turmalin kristal arasındakı bucağı 55 dərəcə azaltdıqda ondan keçən işığın intensitesi maksimum olarsa əvvəlcə onlar arasındakı bucaq neçə dərəcə idi? Deməli, əvvəl neçə dərəcə imişsə, biz 55 dərəcə azaldığında 0 olub. Yəni, bir-birinə paralel olub və maksimum keçib. Maksimum keçdiyini bilərik. Onda deməli, son 55 fi bucağından 55 dərəcə çıxmışıq və 0 dərəcə olub. Deməli, finin başlanğıc qiyməti 55 dərəcə imiş. Dalğa uzunluğu 2 vur 10 üstü mənfi 7 metr olan fotonun enerjisi neçə elektron voltdur? Yəni, fotonun enerjisi Y bərabərdir H-nödür. İşıq sürəti və dalğa uzunluğu verildiyinə görə biz HC bölü lambda ilə hesablayacağıq. Və elektron voltla ifadə etmək lazımdır. Bizə 1.6-ya böləcəyik. H-ımızın qiyməti 6,4 vur 10 üstü mənfi 34. Bıraq C-mizin qiyməti 3 vur 10 üstü 8. Bölək lambdamız 2 vur 10 üstü 7, mənfi 7. Və elektron voltla ifadə edəcəkdir. Bir də bəri başdan bölürəm. 1,6 vur 10 üstü mənfi 19. 4, 6 elektron volt olur. 27. Deyir ki, hidrogen atomunun enerji səviyyələri diaqramı təsvir edilmişdir. Hansı keçid ən böyük tezlikli şüalanmaya uyğundur? Ən böyük tezlikli şüalanma məlum məsələdir ki, deməli, ən uzun olacaq və ən böyük keçid olacaq. Deməli, burada 4 fikir versəz, ən böyük keçid, ən böyük enerji səviyyəsi dəyişməz. 5-dən 1-ə. Mühərrik 50 newtonluq yükü sabit sürətlə 4 metr hündürlüyə 4 saniyədə qaldır. Buna isə mühərrikin gücünün neçə vatt olduğunu hesablayın. Güc N bərabərdir A bölü T. Biz texnikada istifadə edəmiz. F vur V-dən istifadə edə bilərik. O da bərabərdir. Deməli, qüvvəmiz verilib. Sürət tapmaq üçün. V bərabərdir. S bölək T və ya H bölək T. 4 metr hündürlüyə 4 saniyədə qaldırılır. Onda bu 4 bölək 4. 1 metr böl saniyədir sürətimiz. F vur V 50 vur 1. 50 watt. Cavab 50. Çəkiləri nəzərə alınmayan bloklarla qurulan sistemdə K cismin yerə göstərdiyi təzyiq qüvvəsi neçə newtondur? Deməli, burada 20 newton mg tərpənən blokdur. 10 newton. Burada yaranan qüvvə 10 newton. Burada da yaranan qüvvə 10 newton. 30 newton aşağı, 10 newton yuxarı. Yekunda təzyiq qüvvəsi 30 minus 10. 20 newton. Cavab 20 newton olur. Yəni 20. Gəldik sonuncu sual.
Uyğunluğu müəyyən edin. Fotorezistorun üzərinə düşən işığın intensivliyini azaltdıqda, intensivlik azalanda buradan keçən cəryanın miqdarı azalmalıdır. Yəni A1 ampermetrin göstəricisi azalır. A2 ampermetrin göstəricisi, yəni burada ümumi paralel birləşdiyinə görə bu isə dəyişməz. A1-in azaldığına görə, gələn cəryanın ümumi miqdarı da azaldığına görə A ampermetrin göstəricisi azalar. AC. Rezistorun müqaviməti. Rezistorun müqaviməti dəyişməz. Fotorezistorun müqaviməti deməli artar. AC, BD. Belə. Ona da sınaq 9-cu izahını bitirdik. Növbəti videoda sınaq 10-cu izah olacaq.